Qərbi Azərbaycanın qədim abidələrindən biri Aşağı Talın qalası. Bu qala Aşağı Talın kəndinin cənub hissəsində yerləşir. Qalanın adı türk mənşəlidir. Tal və ın sözlərinin birləşməsindən yaranmışdır. Tal türk dilində söyüd ağacı, söyüd kolu, ın isə mağara, koma, daxma mənalarını ifadə edir. Qala iki cərgə dairəvi bürcləri olan qala divarları, kiçik məbədi və onun mərkəzi hissəsində ucaldılmış tikilidən ibarətdir. Unikal quruluşa malik olan bu qala Şəddadi şahzadələrindən biri olan Sultan İbn Mahmuda aid edilir. Qalanın şərq divarında 1174-cü ilə aid ərəbcə Kufi xətti ilə yazılmış ithaf yazısı mövcuddur. Bu da bu torpağın qədim Azərbaycan mədəniyyətinə, dövlətçilik ənənəsinə və gücünə şahidlik edir. Tarix dəyişir, adlar dəyişir, sərhədlər silinir. Amma Aşağı Talın qalası hələ də mövcuddur və Qərbi Azərbaycanın tarixi kimliyinə şahidlik edir.